Qoç bürcləri üçün Yupiter nələri vəd edir? Qoç bürcləri üçün demək ki, Yupiter yeniliklər vəd edir. Yeni məkan. Ola bilər hansısa qoç bir evdən digər evə köçür. Ola bilər bir salon işlədir, bir gözəllik salonu və yaxud da ki, bir kofe yeri işlədir, çay yeri işlədir və onların məkanını dəyişirlər. Bir məkandan digər məkana, kiçik məkandan böyük məkana və yaxud ola bilər 2 otaqda qalırsa artıq 4 otağa köçür. Bəziləri ipoteka ala bilərlər. Yəni burada itki yoxdur. 5 otağı dəyişim, bir otağa gedim və yaxud genişlikdən darlığa gedim, o mənada deyil. Yəni burada müsbət tərəflər var. Ola da bilər ki, ipoteka ev olsun və yaxud da ki, maşın olsun, araba olsun, lap leasing olsun, lap kimsə kömək edə bilər sizə. Hədiyyə yox, kömək edə bilər. Məsəl üçün sizə ev alqı-satqısında müəyyən bir qədəri və yaxud çox baha xərc etməyəsiniz, kiçik bir xərciniz çıxsın deyə. Xaricə getmək görünür qoçlar üçün. Xarici ölkə ilə işbirliyi ola bilər. Ola bilər hansı səfərə gedərsiniz, qısa səfərlərə gedib gələrsiniz. Amma oradan xeyri viz olar. Ya kimsə sizə bilet alar, ya sizin vizanızı kimsə həll etmiş olar. Yəni burada sizə 4-cü ev çıxır. Çuji dengi, burada ailə çıxır, başqa adamların pulları, hədiyyə ola bilərsiniz, ola bilsin. Kiminə uşaq çıxır. Hamilə qala bilərsiniz, övlad dünyaya gətirə bilərsiniz və yaxud yaxın bacı və qardaşımızın uşaq xəbərini eşidə bilərsiniz ki, bibi olarsınız, xala olarsınız və s. və ilaxır. Yəni qoçlar üçün Yupiter bunu deyir. Yupiter 14 illik gəlib qoçlara, ümumiyyətcə Saturn'dakı 3 illik gəlib və Yupiterlə Saturn indi birləşir və bəli, qoçlara çox böyük təsir olacaq, müsbət təsiri çox böyük və böyük uğurlar əldə edir. Ümumiyyətcə, qoçlar çox böyük uğur və nailiyyətlər əldə edəcəklər bu il və 3 il ərzində, 1 il ərzində, yaxın qısa zamanda bunun bəhrəsini görəcəklər. Yəni, boşu-boşuna getməyəcək. Dəyərli qoçlar, bəyənirsinizsə, like etməyi unutmayın, paylaşım etməyi və keçirik buğalara. Buğalar üçün səfər çıxır, qısa səfər. Ola bilər bir neçə saatlıq səfər olsun, işlə əlaqədar gedib gəlsinlər. Ola bilər kursa yazılarlar, işlə əlaqədar, biznes, pulla əlaqədar. Ola bilər kimisə apararlar, kimisə gətirərlər bu kimi. Ümumiyyətcə maddiyyat kimlərinsə köməyi olacaq buğalara. Kimsə ola bilər onlara ikinci iş kimi iş təklif edərlər və yaxud hansısa bir işi qurmaq üçün onlara təklif irəli sürərlər. Tanışlıq çıxır buğalara, amma buğalar çox ehtiyatlı olmalıdır tanışlığa görə. Çünki tanışlıq bunlara çıxır, yeni tanışlıqlar. Amma yüz ölçü bir biçməlidir. Çünki kiçik bir səhvlər böyük bir fəsadları gətirib çıxarar. Cəsarətli olmaq görünür buğalara. Axır ki, cəsarətlərini toplayacaqlar. Axır ki, mən başlayıram bu işə, axır ki, mən bu işi tuturam, bu işi görürəm kimi. Və yenə də deyirəm, siz buğalara maddiyyat çıxır. Amma burada maddiyyat sizdə bu cürə çıxır ki, opşi pul, ümumi cəm şəklində. Ola bilər həyat yoldaşınıza ümumi cəm şəklində pul qoyarsınız, işə başlayarsınız. Ola bilər siz qardaşınızla, bacınızla bir işə başlayarsınız. Yəni sıfırdan başlayarsınız, oraya hər ikiniz də pul para qoyarsınız və o pulda bərabər xeyrini götürərsiniz. Cəsarətli olmaq çıxır buğalara. Nəhayət ki, buğalar cəsarətlərini toplayıb, var güclərini toplayıb, nələrəsə starta başlayacaqlar. Dəyərli buğalar sizin üçün belə. Sonra ikizlər bürcünə nə çıxır, onu söyləyəcəm indi. Dəyərli ikizlər üçün, ikizlər bilirsiniz çox emosionaldır, tez küsəndilər, tez həssas olandılar. Amma siz ikizlər üçün pul çıxır, çoxlu qazanc çıxır. Nəsə ola bilər, kimsə sizə borcludur, borcunuzu verər və yaxud da ki, pul qazancı ola bilər. Ya tələbləriniz artar, ya məsəl üçün hansısa müştəriləriniz artıq sifariş verər. Və ümumiyyətcə, kimlərinizə köməyinə də arxayınsınız siz əslində. Filan kəs kömək edə bilər, filan kəs verə bilər. Amma siz bunu arxayın olub oturmamalısınız. Çünki sizin özünüzə gələcək, öz əlinizə, özünüzə gələcək. Və özünüzə dəyər, özünüzə qiymət vermək çıxır burada. Özünüzə dəyər, qiymət verməlisiniz. Nəyi alanda yaxşısını alın, nəyi alanda əsirgəməyin. Yox, özümə qıymayım, sonra alaram deməyin. Yəni sizə belə çıxır. Və ümumiyyətcə doxod çıxır.
qazanc və qazancdan əlavə qazanacaqsınız da, xərcləyəcəksiniz də. Yəni boşuna olmayacaq da səyahət. Qısa da olsa səyahətlər çıxır sizə, gəzinti, səyahətlər çıxır, dəyərli ikizlər. Sonra xərçənglər üçün xərçəngdir, əqrəbdir, balıqlar, bunlar üçün 3 qat artıq çıxır. Yəni xeyirdir, maddiyatı, çünki Yupiter bunların üstündən gəlir, günəşlə bərabər olurlar, üz-üzə gəlirlər. Xərçənglər üçün yeni, böyük, amma böyük, kiçik yox, yeni hədiyyələr çıxır. Ola bilər xərçənglər üçün böyük maddiyat olsun. Kimsə maşın hədiyyə edə bilər, kimsə sizə ev hədiyyə edə bilər, hətta ola bilər xərçənglər üçün bir evdən digər evə köçmək. Məsəl üçün bir otağı satarlar, 5 otağa gedərlər.